Bugünkü dərsimiz olur idrak taksonomiyası. Deməli, ilk olaraq baxacağıq idrak taksonomiyasını kim yaradıb? İdrak taksonomiyasını yaradıb Benjamin Bloom. Benjamin Bloom 1956-cı ildə idrak taksonomiyasının əsasını qoyub. Bu taksonomiya sözünün mənası nə deməkdir? Taksonomiya qanunauyğun yerləşmə deməkdir. Yəni söz olaraq hərfi mənası. Belə çıxmasa da, yəni belə öyrənsəz daha yaxşıdır. Taksonomiya planlı şəkildə dərsin təşkilindən ötürü istifadə olunmuş bir sistemdir. Taksonomiyada deyir şagirdlər biliklərə əsaslanaraq müxtəlif bacarıqların formalaşdırmalıdır. Yəni biz idrak taksonomiyasında şagirdlərdə biliklərə əsaslanıb onlardan müxtəlif bacarıqlar formalaşdırmalıyıq və ətraf aləmin dərk eləməyi üçün bir prosesdir. İntellektual düşünmə bacarığını ehtiva eləyir taksonomiya. Taksonomiyada salmaqdan, dərk eləməkdən, qavramaqdan, onu həyata keçirməkdən, müqayisə eləməkdən, mühakimə eləməkdən, əsaslandırmaqdan, qərarların qəbul edilməsindən, müşahidələrdən nəticə çıxartmaqdan və s. kimi fəaliyyətlərin hər biri bir idraki fəaliyyət hesab olunur və bunların da hər biri idraki taksonomiyanın müxtəlif mərhələlərində baş verir. Bu adı çəkilənlər. Sonra baxırıq nəyə? Taksonomiyanın 6 dənə mərhələsinin olmağına. Bunlar hansılardır? Xatırlamaq, anlamaq, tətbiq eləmək, təhlil eləmək, dəyərləndirmək və yaratmaq. Biz hal-hazırda taksonomiyanı bu formada öyrənirik və özündən əvvəlki mərhələdən hər bir mərhələ asılıdır. Məsələn, anlama mərhələsi xatırlamadan asılıdır. Məsələn, tətbiq eləmək anlamaqdan asılıdır. Təhlil eləmək tətbiqdən asılıdır. Yəni hər biri özündən əvvəlki mərhələdən asılıdır. Biz hər hansı bir məsələni, belə deyək də, əvvəlki mərhələni bilmədən digərini bilə bilmərik. Əvvəlkini öyrənməliyik ki, mütləq də məsələn əvvəlki dediyimiz, yəni xatırlama mərhələsini sən bilməlisən ki, ondan sonra anlama səndə inkişaf eləsin. Anlamalısan ki, səndə tətbiq inkişaf eləsin. Tətbiq eləməlisən ki, səndə təhlil inkişaf eləsin. Təhlil eləməlisən ki, dəyərləndirmə inkişaf eləsin və dəyərləndirməlisən ki, səndə yaratma inkişaf eləmiş olsun. İndi baxaq digər bir hissəyə. Burada verilənlərə baxaq ki, bunlar niyə belə verilib? Yəni burada 2 dənə versiya var, əvvəlki versiya var, niyə təkmilləşdirilmiş versiya var. Və onu da deyək ki, taksonomiya bir-birindən sıx bağlı və iyerarxiya əsaslanır. Yəni bir-birindən asılığa əsaslanır və bir-birindən asılıdır. Və hər biri də bütün taksonomiya mərhələləri də hər biri eyni dərəcədə əhəmiyyətlidir. İndi baxaq taksonomiyanın 2 versiyasının burada olmağına və bu 2 versiya niyə var? Deməli 1956-cı ildə Benjamin Bloom idrak taksonomiyasının bu versiyasını, yəni əvvəlki versiyasını bizə verir. 1956-dan sonra Anderson və Kraftful təkmilləşmiş versiyanı müəyyənləşdirirlər. 2001-ci ildə təkmilləşmiş versiyanı hazırlayırlar və təkmilləşdirilmiş versiyada burada göstərilən formadadır. Deməli, idrak taksonomiyası nə üçündür? İdrak taksonomiyası təlim nailiyyətlərinin səviyyələrini müəyyənləşdirmək üçün işləyib hazırlayıbdır. Kim? Benjamin Bloom. Və dedik ki, burada dəyişiklik olur. 2001-ci ildə Anderson və Kraftful bunu dəyişir. Dəyişiklikdə 2 dənə əsas ciddi fərq var. Hansı 2 dənə ciddi fərq? Təkmilləşdirilmiş versiya deyir. Əvvəlki versiyadan fərqi ondadır ki, əvvəlki versiyadan fərqli olaraq feillərlə verilib. Yəni, daha çox fəaliyyətə yönəlib. İdraki fəaliyyət daha aydın ölçülə bilən eləyir. Təkmilləşmiş versiyada bizə verilən. Bir də əvvəlki versiyada sintez, yəni yaratma mərhələsi 5-ci idi, dəyərləndirmə 6-cı idi. Hal-hazırdakı versiyada dəyərləndirmə 5-cidir, yaratma mərhələsi 6-cıdır. Və burada dedik ki, 2 dənə əsas dəyişiklik oldu. Hansı? Birincisi, verilən mərhələlərin birincisinin isimdən verilib, indi isə feillə verilir. Bir də burada sintez və belə deyək, dəyərləndirmə dəyişiblər yerlərini. Yəni yaratmaq mərhələsi olub 6-cı, yəni sintez olub 6-cı, dəyərləndirmə də olub 5-ci. Yəni bunu belə tarixçəsini öyrənmək, bunları belə əzbərləmək, əsas məsələ bunlar deyil. Sadəcə olaraq taksonomiyanın nə olduğunu bilməyiniz üçün əvvəldən sizə ötürülən bunlar məlumatlardır. Belə desə faktoloji biliklərdir. Sadəcə olaraq məlumatlardır. Elə vacib olan hissələr deyil. Sadəcə olaraq ilkin giriş hissəsidir bura. Və burada aşağı təfəkkür, yuxarı təfəkkür də görürsünüz. Bunu dərsin sonunda tam olaraq izah eləyəcəm. Biləsiniz ki, orada nə demək istəyirdik. Bu ümumi giriş hissə ilə bağlı dediklərimiz. Burada əlavə heç nə deməyəcəyik. Deməli, dedik, taksonomiya nədir? Taksonomiya Yunan sözdür, qanunauyğun yerləşmə deməkdir. Benjamin Bloom tərəfindən yaradılıb. 2001-ci ildə Anderson və Kraftful bunu təkmilləşdiriblər və son yekun versiya çıxardıblar. Son yekun versiyanın əvvəlki versiyanın arasında 2 dənə dəyişiklik oldu. Verilən mərhələlər son versiyada feillə verilir, əvvəlki versiyada isimlə verilirdi və son 2 mərhələnin yeri dəyişir. Harda? 2001-ci ildə veriləndə. Və biz hal-hazırda taksonomiyadan idrak taksonomiyası olaraq biz Anderson və Kraftfulun istifadə etdiyi idrak taksonomiyasından istifadə edirik.
Amma ad olaraq həmişə Benjamin Bloom idrak taksonomiyası adı olaraq danışırıq. Yəni ondan bəhs edirik ki, bu Benjamin Bloom'un yaratdığı idrak taksonomiyası. Və dedik ki, 6 dənə mərhələsi var və hər mərhələ bir-birindən bağlıdır, bir-birindən sıx əlaqəlidir. Və bir mərhələni belə deyək, şagirdə formalaşdırmadan, yəni digər mərhələyə keçmək olmur. Yəni bir mərhələ, hər bir mərhələ daha doğrusu digərindən asılıdır. Yəni eləmək olar, hər bir mərhələni şagirdlərdə formalaşdırmaq olar. Sadəcə olaraq belə deyək, orada mən bəyən biraz səhv edim cümləni. Yəni sadəcə olaraq hər biri bir-birindən sıx formada bağlıdır və bir idraki fəaliyyətdir bu. Biliklər əsasında şagirdlərdə idraki fəaliyyət bacarıq formalaşdırmağımızdır. İdraki taksonomiyanın əsas məqsədi deyək ki, budur. Gəldik indi taksonomiyanın belə deyək açıqlamasına, açılışına. İlk olaraq birinci mərhələdən danışırıq. Birinci mərhələ burada da gördüyümüz kimi xatırlamaq mərhələsidir. Xatırlamaq mərhələsi nədir? Və burada PDF hazırlamışam. Hər birində aşağısında açar sözlərini, izahını və nümunələri hər birini vurğulamışam. Yəni PDF-i oxusaz mükəmməl formada öyrənə bilərsiniz. Bu video baxan kimlərsə də varsa da əlavə, yəni şəxsi nömrəm onsuz da orada kanalda var. Oradan özümə yazıb PDF-i də istəsə özümə şəxsi yazsa ataram. Deməli, xatırlama mərhələsində nə deyirlər? Xatırlama mərhələsində sadəcə olaraq sən verilən məlumatları xatırlayıb olduğun kimi çatdırırsan. Hər hansı bir fakt ola bilər, termin ola bilər, hər hansı bir anlayış ola bilər, məlumat ola bilər. Bu məlumatları sadəcə olaraq yada salırsan. Hər hansısa heç bir dəyişiklik eləmirsən, öz sözündən istifadə eləmirsən, verilən məlumatı olduğu kimi xatırlayırsan. Və bu idrak taksonomiyasının birinci mərhələsi sayılır. Sənə sadəcə olaraq tələb olunan burada yadına salmaqdır. Başqa səndən heç bir şey tələb olunmur. Verilən məlumatı olduğu kimi yada salmaq, olduğu kimi çatdırmaq. Məsələn, mən burada müəyyən misallar var, onlarla göstərəcəm. Sadəcə bu giriş hissəsində əvvəlsinin izahını veririk. Baxın, biz deyirik ki, xatırlama mərhələsi daha çox faktoloji bilik ilə əlaqəlidir. Amma həmişə faktoloji bilikdən istifadə olunur sözünü işlətmirik. Faktoloji biliklə daha çox əlaqəlidir xatırlamaq mərhələsi, amma həmişə yox. Həmişə sözünü burada işlətmirik. Və xatırlamaq mərhələsi hafizəyə və əzbərə əsaslanır. Çünki məlumatları yada salmaqdan söhbət edir burada. Burada bizim hafizəmiz işə düşür. Məntiqimiz işə düşmür. Sadəcə olaraq yaddaşımızdan istifadə eləmiş oluruq. Deməli, biz nə etdik? Hafizədən istifadə elədik. Faktoloji biliklə daha çox əlaqəli oldu. Həmişə yox, bəzən əlaqəli oldu və xatırlamaq mərhələsi verilən məlumatları, ötürülən məlumatları olduğu kimi çatdırmamız idi. İndi gələk bunun izahına baxaq. İzahında nə deyilir? Bax, deyir ki, informasiyanı xatırlaya və yadına sala bilirmi? Yəni, şagird informasiyanı yada sala, xatırlaya bilirmi? Və yaxud da hər hansı bir məlumatı tanıya bilirmi? Müəyyənləşdirə bilirmi? Müəyyənləşdirə bilirsə, yadına sala bilirsə, xatırlaya bilirsə, deməli, xatırlama mərhələsindədir. Burada müxtəlif açar sözlər var. Bu açar sözləri əzbərləməyə ehtiyac yoxdur. Sadəcə olaraq məntiqini tutmağa ehtiyac var ki, yəni bu sözlər bizə kömək eləyəcək. Bu sözlər müxtəlif, belə deyək də, mərhələlərdə işlənə bilər. Bunların içərisindən bir neçəsi. Digər mərhələlərdə işlənilən sözlərdə olsa deyəcəyik. Amma məsələ burasındadır ki, bunları əzbər yadda saxlamaq olmur. Niyə? Çünki 6 mərhələ və hərəsinə aid də 10 dənə söz var. 10 dənə açar feil varsa 60 dənə açar feil eləyir. Əzbər yadda saxlamaqdansa çalışın məntiqini tuta biləsiniz. Verilən situasiyalarda başa düşə biləsiniz. Yəni, açar sözləri ona görə bir-bir sadalamıram. Keçirəm indi əsas məsələ nümunələr üstündən başa salmağa sizə. Baxın, nümunələrdə nə verilir? Məsələn, sualdır. Deyir, ismin neçə halı var? Burada şagird nə edir? Sadəcə olaraq yadına salır, cavab verir ki, məsələn, ismin deyək ki, 6 dənə halı var. Məsələn, müxtəsər vurma düsturları hansılardır? Şagird burada nə edir? Hafizə ilə sadəcə olaraq yadına salır və yadına saldığını olduğu kimi çatdırır. Ki, məsələn, filan qədər müxtəsər vurma düsturları var, o da bunlardır. Sadəcə nədir? Yadına saldı. Hafizəsindən istifadə elədi. Sonra Səfəvi dövləti neçənci ildə yaranıb? Uşaq nə edir? Sadəcə yadına salır və buna cavab verir. Bunun kimi müxtəlif tür fərqli milyonlarla sual tapıb deyə bilərsiniz. Yəni istənilən ixtisasa uyğun, yəni çoxlu sayda sual tapıb demək olar. Faktoloji biliklərə əsaslanan, sadəcə olaraq yaddaşa və hafizəyə əsaslanan sualların hər biri xatırlama mərhələsinə aid olur. Yəni 90% də belə deyək, faktoloji biliklərə aid sualların 90%-i xatırlama mərhələsini bizə bildirir. Sonra məsələn bir dənə də nümunəyə baxaq. Deyir, Şah İsmayıl Xətai neçənci ildə anadan olub? Baxın, görürsünüz, konkret bir faktdır da. Yadına salır, deyir. Həsən bəy Zardabi kimdir? Yenə yadına salıb, deyir. Fəthi neçə dərəcəsi var? Yenə yadına salıb, deyir. Verilən düsturlardan üç-bucağa aid olanları seç. Burada bir dənə söz var. Seçmək və müəyyənləşdirmək. Bu anlama mərhələsində də var. Amma bunun anlama mərhələsindən fərqi nədir? Baxın, verilən düsturlardan üç-bucağa aid olanları seç desəndə.
Sənin əlində bir neçə düstur var və sən yadına salırsan ki, bu düsturun hansı üç bucağa aid idi. Sən burada beynini işlətmirsən. Sadəcə olaraq hafizədən istifadə edirsən, yaddaşdan istifadə edirsən. Hər hansısa verilənlər arasında əlaqə qurmağa ehtiyac qalmır burada seçəndə. Sadəcə olaraq yadıva salırsan, nə isə seçirsən. Bu olur nə? Bu olur xatırlama mərhələsi. Anlama mərhələsində seçməyə görə deyəcəm ki, orada necə olur. Sonra qoşma nəyə deyilir? Kvadratın tərifi nədir? Baxın, gördüyünüz kimi burada hamısı nə oldu? Yadımıza saldığımız dediyimiz məlumatlar. Bunların hamısı olur hansı mərhələ? Olur xatırlama mərhələsi. Sən bir şeyi yadına salıb olduğu kimi çatdırırsansa, deməli hansı mərhələdən istifadə etmiş olursan? Xatırlama mərhələsindən istifadə etmiş olursan. İdrak taksonomiyasının həmin sual və yaxud da verilən situasiya xatırlama mərhələsinə aid olur. Bu xatırlama ilə bağlı deyəcəklərimiz. Məncə bu qədər sadədir, yəni çox deyək də uzatmağa ehtiyac yoxdur. Atak sözlərdə onsuz da oxuyasınız, bir-bir tarzda deyib uzatmıram. Gəldik ikinci mərhələyə, anlama mərhələsi. Anlama mərhələsi nə deməkdir? Anlama mərhələsi qısacası desək, verilənləri başa düşmək deməkdir. Verilənlər arasında əlaqə qurub onu anlamaq, başa düşməkdir. Xatırlamaq mərhələsində hər hansı bir verilən fakt var, məlumat var, konsepsiya var. Ondan bir, belə deyək, yeni bir şey çıxardırıq, yeni bilik çıxardırıq, özümüzünkiləşdiririk, başa düşürük, yəni anlayırıq. Bu olur hansı mərhələ? Olur anlama mərhələsi. Və anlama mərhələsi çox vaxt hansı biliklə əlaqəli olur? Konseptual biliklə əlaqəli olur. Və biz hər hansı bir məlumatı müxtəlif formada təqdim eləməyi bacarırıqsa, verilən məlumata izahat verməyi bacarırıqsa, verilənlərdən nəticə çıxartmağı bacarırıqsa, ümumiləşdiririksə, qruplaşdırırıqsa, ayırırıqsa, seçiriksə, əlaqələndiririksə, ondan sonra izah ediriksə, müqayisə eləməyə bacarırıqsa, misal gətirməyə bacarırıqsa, öz sözlərimizdən istifadə eləyərək fikirlərimizi çatdırmağa bacarırıqsa, anlama mərhələsindən istifadə eləmiş oluruq. Aydındır? Yəni, qısa desək, başa düşüb nəyisə eləmək. Bu olur nə? Anlama mərhələsi. Gələk indi izaha olan hissəyə. Deyək ki, məlumatları interpretasiya eləmək, yəni hər hansısa bir faktı, hadisəni fərqli şəkildə ifadə eləmək. Olur nə? Anlama mərhələsi. Sonra yeni məlumatı digərinə çevirmək. Hər hansı bir məlumat əldə elədin, onu özünküləşdirdin və fərqli bir formada təqdim elədin. Bu da oldu anlama mərhələsinə malik olmaq. Nümunələr gətirə bilmək, anlama mərhələsinə aid olmaqdır. Birləşdirmək, ayırmaq anlama mərhələsinə aiddir. Ümumiləşdirmək anlama mərhələsinə aiddir. Nəyisə təsnifləşdirmək, qruplaşdırmaq, seçmək. Seçmək haqqında olan hissəni deyəcəm tam olaraq. Anlama mərhələsinə aiddir. İki və daha çox obyekt arasında, fakt arasında əlaqə qurmaq, oxşarlığı müəyyənləşdirmək, fərqliliyi müəyyənləşdirmək. Bunlar hamısı nədir? Anlama mərhələsinə aid olmaqdır. Baxın, anlama mərhələsinin sözləri var, açar feilləri var. Bunları oxuyasınız. İndi gələk nəyə? Nümunələrlə baxaq. Baxın, deyir isimlə sifəti müqayisə edərək oxşar və fərqli cəhətləri müəyyənləşdirir. Görürsünüz, oxşar fərqliliyi müəyyənləşdirmək. Burada bir başa düşmək var. Bir şeyi iki şeyi əlaqələndirmək var, üç şeyi əlaqələndirmək var. Onlardan bir nəticə çıxartmaq var. Dərk eləmək var. Bu zaman anlama mərhələsindən istifadə eləmiş oluruq. Sonda tam olaraq bunların hər birini ardıcıl izah edəcəm. Yəni bir-birindən əlaqəli formada izah edəcəm. Sadəcə onu tək-tək izah edirik. Sonra dairənin sahəsi üçün istifadə olunan düsturu öz sözlərini istifadə edərək izah elə. Nəyisə izah eləyirsən. Sonra hər hansı bir prosesi izah eləyirsən. Suda quruda yaşayanlarla sürünənlərin eşitmə aparatlarını müqayisə eləyirsən. Hekayəni öz sözlərinlə danışırsan. Qəhrəmanın xüsusiyyətlərini izah eləyirsən. Sonra iki dənə yaradıcılığı var, misal üçün deyir, Məhəmməd Füzuli və Nizami Gəncəvi yaradıcılığını müqayisə eləyirsən. Sonra burada əsas olan məqamlardan biri, əsas üç dənəsi. Deməli, verilmiş düstura əsasən məsələni həll eləmək. Baxın, sizə bir düstur verilir. Deyək ki, Pifaqor teoremidir, sizə verilib və yaxud da hər hansı bir kvadratın deyək ki, həcmi düsturudur, sizə verilib və siz bu düsturda verilənləri yerinə yazaraq məsələni həll eləyirsinizsə. Bax, düstur verilib sənə və sən verilənləri yerinə yazaraq məsələni həll eləyirsənsə, istənilən ixtisasla bağlı ola bilər bu. Kimya ilə bağlı ola bilər, coğrafiya ilə bağlı ola bilər, riyaziyyatla bağlı ola bilər, fizika ilə bağlı ola bilər, fərqi yoxdur. Sənə verilənlər var və sən o verilənləri düstura qoyub, düstur sənə verilib və sən orada düsturu uyğunlaşdırıb məsələni həll edirsənsə, düsturu başa düşmüş olursan. Və bu olur anlama mərhələsi. Əvvəllər biz düstura aid məsələ həll eləməyi seçirdik tətbiq eləmək mərhələsində. Çünki orada bir proses var idi. Amma hal-hazırda biz onu aid edirik anlama mərhələsinə. Ona görə ki, düsturu başa düşüb biz o məsələni həll eləməliyik. Çünki orada bizə verilir A, deyək ki, B və D
və bizə düstur verilir. Biz düsturda A-nı, B-ni, C-ni yerinə qoyuruq və yaxud da digər əmsallaşdırılmış bir şeyləri yerinə qoyuruq və düsturu həll eləmiş oluruq. Bu zaman biz anlama mərhələsindən istifadə eləmiş oluruq. Baxın, anlama mərhələsindən istifadə edirik. Nə zaman? Düstur bizə veriləndə və biz o zaman məsələ həll eləyəndə. İndi tətbiqdə də bundan qayıdıb deyəcəyik. Sonra ideyanı müəyyənləşdirmək. Bir şeyin ideyasının nə olduğunu müəyyənləşdirmək. Məsələn, hər hansı bir nəzəriyyə var, o nəzəriyyənin ideyasını müəyyənləşdirirsən. Bu zaman sən anlama mərhələsindən istifadə eləmiş olursan. Sonra sifətin dərəcələrini müəyyənləşdirmək. Baxın, biz bayaqlar yuxarıda dedik ki, burada müəyyənləşdirməklə bağlı, seçməklə bağlı dedik ki, verilən düsturlardan uzaq aid olanları seç və yaxud da ki, müəyyənləşdir. Bu oldu nə? Xatırlama mərhələsi. Amma biz burada deyirik ki, sifətin dərəcələrini müəyyənləşdir. Sifətin dərəcələrini müəyyənləşdirmək deyəndə biz sifətin dərəcələrinə aid yüzlərlə söz var. Biz hamısını yadda saxlaya bilərikmi? Xeyr, yadda saxlaya bilmərik. Amma sifətin dərəcələrinin xüsusiyyətlərini yadda saxlamaqla hansı sözün sifətin hansı dərəcəsinə aid olduğunu bilə bilərik. Ona görə də biz sifətin dərəcələrini müəyyənləşdirəndə beynimizi biraz işlədirik. Sadəcə olaraq yadımıza salmaqla seçmirik. Orada sifətin hansı dərəcəsində hansı sözün işləndiyini tapırıq və sözü ona uyğunlaşdırırıq. Məsələn, sifətin adi, azaltma və çoxaltma dərəcələri var, düzdür? Hər dərəcənin də özünün, belə deyək də, adi dərəcədə yox, amma azaltma və çoxaltma dərəcəsinin özünün müxtəlif sözləri var. Həmin sözləri görməklə biz dərk edirik ki, bu sifətin hansı dərəcəsinə aiddir. Ondan sonra seçirik. Yəni, dərk edib seçmək anlama mərhələsidir. Yox, sadəcə olaraq yadına salıb bir şey seçmək, yadına salıb bir şeyi müəyyənləşdirmək. Bu olur xatırlama mərhələsi. Və bunu yadınıza saxlayın. Dərk edib seçmək, baş işlədib, biraz əziyyət çəkib seçmək, məntiq işlədib seçmək olur anlama. Yox, eləcə yadımıza salıb seçmək, əziyyətsiz, eləcə sıraz yadımıza salıb seçiriksə, bu olur nə? Xatırlamaq mərhələsi. Sonra verilmiş düstura əsasən nə isə eləməyimiz olur anlama mərhələsi. Əsərin ideyasını müəyyənləşdirməyimiz olur anlama mərhələsi. Nə isə izah eləməyimiz anlamadır. Nə isə belə deyək, müqayisə eləməyimiz anlamadır, ümumiləşdirməyimiz anlamadır, ayırmağımız anlamadır. Oxşar fərqli cəhətlərini müəyyənləşdirməyimiz anlamadır. Yəni burada verilən misallara yüzlərlə misal gətirmək olar. Sadəcə olaraq məsələ nədir? Məsələ anlamağımızdır. Misallar deyil. Yəni əsas məsələ başa düşməkdir. Və anlama mərhələsində dedik, daha çox nədən istifadə edirik? Konseptual bilikdən istifadə eləmiş oluruq. Və anlama mərhələsində biz yeni bilik ortalığa çıxardırıq. Niyə? Çünki faktlardan, məlumatlardan, konsepsiyalardan bir məna çıxardırıq, özümüzünkiləşdiririk, yəni başa düşürük. Bu da oldu ikinci mərhələ, anlama mərhələsi. Məncə bu da aydındır. Keçək üçüncüyə. Üçüncü tətbiq eləmək mərhələsidir. Tətbiq eləmək mərhələsində hər hansısa bir çalışmadırmı, məsələdimi, hər hansısa bir problemdimi, bunları həll eləmək üçün biz prosedurlardan istifadə edirik. Yəni bir ardıcıllıqlardan istifadə etməyimizdir. Biz ardıcıllıqdan istifadə edirik, hər hansı bir məsələni, problemi həll edirik. Yəni burada biz öyrəndiyimlərimizi anlama mərhələsində başa düşdüklərimizi başlayırıq nə etməyə? Tətbiq eləməyə, icra eləməyə, yerinə yetirməyə. Aydındır? Nə isə həll eləməyə. Bu olur nə? Tətbiq eləmək. Məsələn, demək tapşırığın deyir, izahında nə deyir? Deyir, tapşırığın icrası üçün prosedurları yerinə yetirə bilməyimiz, öyrəndiyimizi həyata keçirə bilməyimiz. Bunlar olur nə? Tətbiq eləmək mərhələsi. Məsələn, bunun feillərinə baxarsınız, evdə icra etmək, yerinə yetirmək, həyata keçirmək, nümayiş elətdirmək, şəkillərlə ifadə eləmək, eskiz çəkmək, cədvəl tərtib eləmək, sınaqdan keçirmək, hesablamaq və görürsünüz, hamısında nə var? Bir tətbiq var, bir proses ardıcıllığı var. Ona görə də tətbiq eləmək mərhələsi çox vaxt olur hansı biliklə? Prosedural biliklə əlaqəli. Amma həmişə yox. Ümumiyyətlə, bunların hamısını həmişə sözünü işlətmirik. Deyirik, çox vaxtı filan biliklə əlaqəli olur. Amma demirik ki, həmişə belə olur. Burada da deyirik ki, prosedural biliklə əlaqəli olur. Hansı mərhələ? Tətbiq eləmək mərhələsi. Çünki burada nə var? Bir proses var, həyata keçirmək var, bir məsələni həll eləmək var, problemi həll eləmək var, çalışmanı həll eləmək var, bir məsələni yerinə yetirmək var və bu da olur hansı mərhələ? Olur tətbiq eləmək mərhələsi. Gəldik indi bunun nümunələrinə. Məsələn, deyir, verilmiş sözləri sifətin azaltma dərəcəsində işlətməklə cümlə qurun. Baxın, burada nə edirik? Bir cümlə qururuq. Bir şeyi tətbiq edirik, bir şeyi yerinə yetiririk. Verilmiş düsturdan istifadə edirik. Həyatda təcrübənin təndirin üstündə verilmiş uzunluğunu hesablayın. Baxın, üzrü saymış olar. Bunu burada səhv yazmışam, bu burada olmamalıydı. Bu əvvəlki hissəyə aid idi. Bunu burada gözümdən qaçıb yayınıbdır. Yəni buna baxmayasınız. Biz dedik ki, verilmiş düsturdan istifadə edərək nəyisə həll eləməyimiz olurdu hansı mərhələ? Olurdu anlama mərhələsi. Tətbiq mərhələsi deyil. Bu əvvəlki
PDF-dir. Belə deyək, PDF daha doğrusu deyil, orada müəyyən hissədə qarışıqlıq olub. Onu gözümdən yayınıb orada. Bunu öyrənməyəsiniz. Sadəcə olaraq yadınızda saxlayın ki, düsturdan istifadə edək. Nəyisə öyrənmək olur da anlamaq. Bunu keçdik. Deyəcəm tətbiq eləmək necə olur bəs orada. Verilmiş reaksiyanın tənliyini əmsallaşdırmaq. Bu da tətbiq eləmək mərhələsidir. Sonra bunun işləmə mexanizmini göstərmək üçün nümunə hazırlamaq. Nəyinsə bir işləmə mexanizmini göstərən bir nümunə hazırlayırsansa, bir prosesi göstərən nəsə hazırlayırsansa, olur tətbiq eləmək. Sonra topladığınız təcrübədən istifadə edərək puzzle qurursan. Görürsünüz, nəyisə tətbiq eləyirsən, yerinə yetirirsən. Sonra materialdakı elementin oyun xəmiri ilə nümunəsini hazırlayın. Nəyisə nümunəsini hazırlayırsan. Yəni burada bir tətbiq var, həyata keçirmək var. Nümunə gətirmək demək deyil, sırf olaraq nəsə hazırlamaqdan söhbət gedir. Sonra divar rəsmi çəkirsən, tətbiq eləyirsən. Öyrəndiklərin əsasında, keçdiklərin əsasında layihə hazırlayırsan. Baxın, əlində olanlar əsasında layihə hazırlayırsan. Əlində olan materiallara görə layihə hazırlayırsan. Olan belə deyək, materiala görə layihə hazırlamağın. Olur nə? Olur tətbiq eləmə mərhələsi. Tədbirin büdcəsini hazırlayırsan. Hər hansı bir tədbirdə onun büdcəsini hazırlayırsan. Olur nə? Tətbiq eləmə mərhələsi. Və bundan əlavə, dedim, bayaqlar orada düsturdan istifadə edərək məsələ həll eləmək. Sən düstur əlində yoxdur. Sadəcə olaraq sənə bir məsələ verilib, sən o məsələni həll eləyirsən. Problemi həll eləyirsənsə, hesablayırsansa, belə deyək. Onda hansı mərhələdir? Olur tətbiq eləmək mərhələsi. Əgər əlində düstur yoxdursa, yox, sənə düstur verilibsə, sən düsturdan istifadə edərək məsələni həll eləyirsənsə, bu zaman olur hansı mərhələ? Olur anlama mərhələsi. Düsturdan istifadə eləyəndə. Yox, düsturdan istifadə eləmədən məsələ həll eləyirsənsə, olur tətbiq eləmək. Baxın, kimyada, fizikada, riyaziyyatda, coğrafiyada, yəni müxtəlif hesablama olan fənlərdə biz şagirdlərə düstur təqdim eləyərək nəyisə həll eləməyə kömək eləyiriksə, bunlar anlama mərhələsindən istifadə edir. Yox, düsturu vermirik. Şagirdlər özləri məsələni həll eləyirlərsə, bu zaman tətbiq etmə mərhələsi sayılır. Aydındır? Düsturu verdik, həll elədilər. Anlama, düstursuz özləri həll eləməyə bacardılarsa, hesabladılarsa, olur tətbiq eləmə mərhələsi. Bu da tətbiqlə bağlı verilən hissə. Bu da asandır, tətbiq eləmək çətin deyil. Biraz çətin ola bilən təhlil edin, keçəcək təhlilin izahına. Təhlil mərhələsi nə deməkdir? Təhlil etmək mərhələsində şagirdlər bir dənə nəsnəni, məlumatımı, materialımı ayrı-ayrı hissələrə bölüb onun fərqliliyini, onun bütöv şəkildə əlaqəsini başlar müəyyənləşdirməyə, yəni təhlil eləməyə. Təhlildə nə var? Təhlildə müqayisə edərək ən vacib, ən səmərəli yolu müəyyənləşdirmək var. Bundan əlavə, müəllifin mövqeyini müəyyənləşdirmək var və müəllifin mövqeyini əsaslandırmaq var. Bir də ki, fikrimizi faktlarla və nümunələrlə əsaslandırmaq var. Təhlildə 3 dənə şey var. Ən vacibini, ən səmərəlisini seçmək, müəllifin mövqeyini müəyyənləşdirmək və fikrini faktlarla əsaslandırmaq. Bu 3 dənə şey təhlilə aid. İndi misallarla da izah eləyəcəyik və təhlil mərhələsi də çox vaxtı konseptual biliklə əlaqəli olur. Amma həmişə yox, çox vaxtı. Gələk indi izahına. İzahında nə deyir? Təhlil mərhələsində deyir ki, uyğun olan və olmayan, vacib olan və olmayan hissələri bir-birindən fərqləndirmək. Verilmiş materialda müəllifin mövqeyini müəyyənləşdirmək və bundan əlavə fikrimizi faktlarla, baxın, fikrimizi faktlarla əsaslandıra bilmək. Bu 3 dənə şey olur nə? Olur təhlil. Təhlilin açar feilləri var. Məsələn, müəllifin mövqeyini müəyyənləşdirmək, sual altına qoymaq, tutuşturmaq, müqayisə eləmək, qarşılaşdırmaq, fərq eləmək, fərqləndirmək. İndi burada biz müqayisə eləmək feilini həm təhlildə görə bilərik, həm anlamada görə bilərik. Anlamadakı müqayisə etmək nədir? Anlamadakı müqayisə etməkdə biz ümumi hər şeyi müqayisə edirik. Oxşarı, fərqlini, uyğun olanı, olmayanı hamısını müqayisə edirik. Yəni orada müqayisə ümumi aparılır. Amma təhlil mərhələsindəki müqayisədə yalnız vacib olan, ən səmərəli olan seçilir müqayisə nəticəsində. Yəni müqayisə eləyəndə vacib olanı, səmərəli olanı, əsas olanı müqayisə edirik. Yəni onların içərisindən onu seçirik. Əsas olanı, vacib olanı, səmərəli olanı seçib müəyyənləşdiririk, müqayisə edirik. Amma anlama mərhələsində müqayisədə ümumi olaraq müqayisə aparılır. Yəni oxşarlığı, fərqliliyi, hər bir şey müqayisə olunur. Yalnızca vacibliyi, vacib olmamağı yox. Amma təhlildə yalnızca ya vacibliyi, ya da vacib olmamağı, belə deyək, müqayisə olunur və içərisindən seçilir. Gələk indi nümunələr içərisindən təhlilə baxaq. Deyir ki, məsələn, verilmiş mətndə vacib olmayan fikirləri ixtisar edin. Sonra əsas ideyanı dəstəkləyən fikirləri qeyd edin.
Vacib olanı seç, əsas ideyanı seç. Burada ədatlardan da istifadə olunur biraz təhlildə. Sonra tapşırıqları həll etmək üçün ən uyğununu seç. Sonra islahatlardan ənənələrin möhkəmlətmək baxımından daha əhəmiyyətli olanı seç. Baş qəhrəmana qarşı müəllifin mövqeyini müəyyənləşdir. Hadisənin qarşısının alınmasında rol olan həlledici məqamları seç. Azərbaycan tarixində ən həlledici müqavilə hansıdır, onu seç. Sonra sizcə yazıçı və bu şeirdə nə demək istəyib? Müəllifin mövqeyini müəyyənləşdir. Yəni yazıçının mövqeyi burada nə idi? Nə demək istəyirdi? Fikri nə idi? Nə çatdırmaq istəyirdi sənə? Onu seçmək olur təhlil mərhələsi. Fikrimizi faktlarla əsaslandırmaq. Yəni hər hansısa bir məsələ ilə bağlı fikir bildirirsən və sən bu fikrini faktlarla əsaslandırırsan. Hal-hazırda məsələn deyirsən ki, bizə Formula 1 lazım deyil. Niyə lazım deyil? Və yaxud da ki, Formula 1 bizə lazımdır. Və yaxud da bu yaxınlarda Gəncədə MDB oyunları keçirildi də, deyək ki. Deyirsən ki, MDB oyunları bizə lazım idi, yoxsa lazım deyil. Yəni faktlarla əsaslandırırsan da fikrini ki, MDB oyunları bizə niyə lazım idi? Buna görə ki, biz MDB məkanda daha çox tanınırdıq. Gəldilər xarici vətəndaşlar bizim ölkəmizin nə qədər inkişaf elədiyini gördülər. Nə bilim, bu və s. kimi məlumatları sən faktlarla başlayırsan nə etməyə? Əsaslandırmağa. Fikrini faktlarla əsaslandıraraq bilirsən. Yəni konkret olaraq bir məlumatlar var və həmin məlumatlarla sən fikirlərini əsaslandırırsansa, olur hansı mərhələ? Olur təhlil eləmə mərhələsi. Təhlil eləmə mərhələsində əsas 3 dənə vacib məqam oldu. Ən səmərəlisini, ən əsasını, ən vacibini seçmək, müəllifin mövqeyini müəyyənləşdirmək və fikrimizi faktlarla əsaslandırmaq. Bu 3 dənə şeyi bilsək, təhlili seçmiş olacaq. Yəni çətin deyil. Bu da təhlillə bağlı deyəcəklərimiz. Gəldik 5-ci mərhələ olan dəyərləndirmə mərhələsinə. Dəyərləndirmə mərhələsində nə var? Qiymət vermək var. Qısacası desək, ən sadə versiyası qiymət vermək. Bir şey qiymət verirsən. Qiyməti verən kimdir? Özün. Və sən bu qiyməti nəyə əsasən verirsən? Hər hansı bir meyara və standarta uyğun olaraq verirsən. Yəni öz kefindən xoşlayıram və yaxud da xoşlamıram demirsən də. Sən konkret olaraq bir meyara, standarta görə məsələyə qiymət verirsən. Mühakimə edirsən. Hər hansısa bir verilən məsələ ilə bağlı fikir bildirirsən. Öz fikrini əsaslandırırsan. Amma özün arqumentlər gətirərək əsaslandırırsan. Bax, öz fikirlərini bildirirsən, öz arqumentlərini gətirirsən. Hər hansı bir fakta əsaslanıb fikir bildirmirsən. Hər hansı bir fakta əsaslanıb fikir bildirmək olurdu nə? Təhlil mərhələsi. Yox, öz düşüncələrindən istifadə edərək fikir bildirmək olur hansı mərhələ? Dəyərləndirmə mərhələsi. Və burada qısa olaraq dedik, dəyərləndirmə nə deməkdir? Nəyəsə qiymət vermək deməkdir. Və dəyərləndirmə mərhələsi də çox vaxt konseptual biliklə əlaqəli olur. Aydındır? Konseptual biliklə əlaqəli olur. Və burada müsbət və mənfi cəhətləri müəyyən eləmək var. Amma müsbət və mənfi cəhətləri müəyyən eləyəndə biz qərəzli formada məsələyə yanaşmırıq. Dediyimiz kimi, məsələyə biz standartdan baxıb yanaşırıq və məsələyə bir standarta görə qiymət veririk. Düzgün qiymət veririk, bir sözlə desək. Və burada tənqidi təfəkkürümüzdən istifadə eləmiş oluruq. Biz dedik ki, tənqidi düşünən insan necə bir insandır? Tənqidi düşünən insan müəyyən standartlara görə qiymət verməyə bacaran insandır. Yəni düzgün düşünməyi, aydın və rasional düşünməyə bacaran insandır. Və dəyərləndirmə mərhələsində də tənqidi təfəkkürlə əlaqəlidir və konseptual biliklə əlaqəlidir. İndi gələk baxın izahına. İzahında nə deyir? Deyir ki, əldə olunan məhsul, ideya və nəticənin uyğunluğu, məntiqi, əsaslığı yoxlana bilirmi? Yəni ona qiymət verilə bilirmi? Meyarlara əsasən prosesi mühakimə edə bilirmi? Yəni meyarlara uyğun olaraq prosesə fikir bildirə, düşüncə bildirə bilirmi? Müəyyən mövqeyi yaxud da qərarı əsaslı şəkildə dəyərləndirə, yəni qiymətləndirə bilirmi? Bir sözlə qısacası qiymətləndirmək, mühakimə eləmək. Açar feillərə baxaq. Qiymətləndirmək, yoxlamaq, əsaslandırmaq, mühakimə etmək, dəyərləndirmək, qərara gəlmək, öz mövqeyini bildirmək, meyara əsasən qiymətləndirmək, münasibət bildirmək. Bunların hər biri oldu nə? Dəyərləndirmə mərhələsinə aid olan açar sözlər. Gələk indi nümunələr üstündən baxaq. Baxın, deyir ki, məsələnin həlli üçün istifadə etdiyiniz metodun effektivliyini dəyərləndirin, yəni qiymətləndirin. Bir şeyi qiymətləndir. Bir şeyi müdafiə elə, yəni öz düşüncələrinə uyğun olaraq nəyəsə münasibətini bildir və mövqeyini müdafiə elə ki, sən niyə bunu belə düşünürsən? Öz sözlərindən istifadə eləməlisən burada. Sonra, deyir, cıtdan nağılında cıtdan və yoldaşlarının yol ayrıcında qalarkən etdikləri seçimi mühakimə elə. Fikir bildir, mühakimə yürüt. Öz fikirlərin olsun amma. Sonra, xüsusi maraq doğulan məsələ haqqında debat təşkil et. Debatda sən tənqidi təfəkküründən istifadə edirsən və debatda öz düşüncələrini ifadə edirsən. Bu da dəyərləndirmə mərhələsinə istifadə eləmək deməkdir. Filmin baş qəhrəmanını mühakimə eləyin.
Yəni ona qarşı düşüncələrini bildir. Dinlədiyin musiqiyə qarşı münasibət bildir. Verilən fikirlərin doğru olub-olmamasını yoxla. Yəni qiymət ver ki, verilən fikirlər doğru idimu, yoxsa yanlış idimi? Və burada sən verilən fikirlərin doğru yanlış olduğunu müəyyən meyarlara, standartlara, yəni doğruluq payının olub-olmadığına görə qiymət verirsən. Bu zaman olur dəyərləndirmə mərhələsi. Əsərdəki obrazla münasibət bildir. Yəni burada öz münasibətindən söhbət gedir. Öz düşüncələrindən söhbət gedir. Öz fikirlərini bildirməkdən söhbət gedir. Baxın, hər hansı bir məsələyə münasibətini əgər faktlara əsasən bildirirsənsə, baxın buradakı kimi. Faktlara əsasən hər hansı bir məsələyə qiymət verirsənsə, fikrini faktlara əsasən bildirirsənsə, bu olur təhlil eləmək mərhələsi. Yox, faktlara əsasən yox, öz düşüncələrinə, öz mühakimənə əsaslanaraq düzgün formada bir məsələyə fikir bildirməyə çalışırsansa, bu olur dəyərləndirmə mərhələsi. Bax, faktlara əsasən fikir bildirmək, mühakimə yürütmək olur nə? Təhlil. Öz düşüncələrin əsasında fikir yürütmək, mühakimə yürütmək olur dəyərləndirmək. Çünki özün orada nə edirsən? Qiymət verirsən. Öz düşüncələrin tərəfdən qiymət verirsən. Amma bu öz düşüncələrin hər hansısa bir standarta, meyara uyğun gəlməlidir. Yəni xoşum gəlir, xoşum gəlmir yanaşmasında yox, konkret olaraq bir standart, meyara uyğun olaraq sən qiymət verməyə bacarmalısan. Yəni düzgün formada qiymət verməyə bacarmalısan, belə desək. Standart meyar o formadadır ki, düzgün formada qiymət verməyə bacarmalısan. Bu da oldu dəyərləndirmək. Dedik konseptual biliklə ilə bağlıdır və tənqidi təfəkkürlə əlaqəlidir. Tənqidi təfəkkürə əsaslanır. Keçdik ən son olan yaratmaq mərhələsinə. Yaratmaq mərhələsində hər hansı bir şeyi yaratmaqdır. Yeni bir şey yaratmaqdır. Yeni bir struktur ortaya qoymaqdır. Nəyisə yenidən tərtib eləməkdir. Burada şagird öyrəndiyi məlumatlardan yeni bir məhsul ortaya qoyur. Qeyri-standart bir mövqe, yanaşma ortaya qoyur və bu taksonomiyanın ən üst səviyyəsidir. Yaradıcı təfəkkürlə əlaqəlidir və şagird bu mərhələdə yeni bir şey yaradır, yeni bir şey ortalığa qoyur və ən rahat mərhələsidir. Yaratmaq mərhələsi. Gəldi indi izahına. Baxın, deyir, burada yeni bir məhsul, həll yolu, nöqteyi nəzər yaratmaq və problemin həlli üçün alternativ fikirlər, alternativ həll yolları irəli sürmək. Bunun açar sözləri nədir? Bəs quraşdırmaq, irəli sürmək, qurmaq, yaratmaq, dizayn etmək, inkişaf elətdirmək, formula etmək, tərtib etmək, birləşdirmək, icad etmək, plan qurmaq. Bunlar da yaratmağın açar sözləridir. Gələk indi nümunələr üstünə baxaq. Deyir ki, mətni yarıda saxlayın və mətn üçün məntiqi sonluq yazın. Deyək ki, cırtdan nağılını yarıda saxlayıram. Deyirəm ki, özünə cırtdana sonluq yaz. Bu nədir? Yaratmaq mərhələsi. Sonra, məsələnin yeni formada həlli üçün bir metoddan istifadə elə. Deyirəm ki, problem var. Məktəbdə bir uşaqlar daim olaraq məktəbi zibilləyirlər. Bununla bağlı bir yeni metod mənə denəncə. Bu nədir? Yaratmaq mərhələsidir. Yeni bir şey yaradıraq uşaq. Yaxın gələcəkdə şirin sıxıntılığını nardan qaldırmaq üçün tədbirlər planını tərtib elə. Yeni bir şey ortalığa qoydu. Sonra, məhsulun effektiv satışı üçün marketinq planı hazırla. Maldır, satılmır. Deyirəm, buna necə plan qurar, necə bir strategiya qurarsan ki, malını sata bilək. Yeni bir şey ortalığa qoyur. Sonra, kitab və ya jurnalın üz qabığına dizayn fikirləşin. Yeni bir dizayn fikirləşir, yeni bir şey yaradır. Suyun çirklənməsinin qarşısını almaq üçün təkliflər planı hazırlayır. Yeni bir plan hazırlayır ki, suyun çirklənməsinin qarşısını necə ala bilərik. Sonra, yeni musiqi bəstələyin və bildiyiniz melodiyaya yeni sözlər yazın. Yeni bir şey bir sözlə ortalığa qoyun. Əşyalardan qeyri-adi istifadə edin. Problemə yeni həll yolu deyin. Məsələyə yeni bir formadan baxın. Yeni bir baxış bucağından baxın. Yeni bir şey ortalığa qoyun. Bir şeyi düzəldin, tərtib eləyin, yaradın, icad eləyin, qurun, quraşdırın. Bu kimi şeylərin hamısı olur nə? Yaratmaq mərhələsinə aid. Və dedik, yaratmaq mərhələsi olur hansından? Yaradıcı təfəkkürlə əlaqəli. Təfəkkür növü olaraq. Belə, bu bütün mərhələlərin bir-birinin qısa izahları. İndi gələk bir dənə şeyə. Sən yeni bir layihə hazırlayırsansa, əgər yeni bir layihə hazırlayırsansa, olur yaratmaq. Yox, verilənlər əsasında layihəni tərtib eləyirsənsə, bax, tərtib eləyirsənsə, bu olur nə? Tətbiq eləmək mərhələsi. Bax, tərtib eləmək sözünü burada görürsünüz. Amma biri var tərtib eləmək, yeni bir şey, heç olmayan bir şey tərtib eləmək. Bir də var ki, sənə verilənləri var, sən və o məlumatları bir yerə yığıb ondan bir şey hazırlayırsan. Yəni, tətbiq eləyirsən. Başa düşdüklərini həyata keçirdirsən. Bu olur tətbiq. Amma sən sıfırdan yeni bir şey yaradırsansa, bu olur hansı mərhələ? Olur yaratmaq mərhələsi. Və bunu da qarışdırmayın. Tətbiqlə qarışdırılan hissələr də bunlardır. Gəldi indi son olan cədvələ və burada hər birinin üstündə yenidən qaytarıb izah eləmək. Ki, nə demək istəyirdik biz ümumi olaraq bu dərsdə?
İlk giriş hissədə taksonomiya haqqında danışdıq. Kim yaradıb, nə edib, nə qayıb. Sonra hər bir haqqında məlumat verdik. İndi gələk ümumiləşdirib qısa formada bunun izahından danışmağa. Deməli, 6 mərhələ var idi. Xatırlamaq, anlamaq, tətbiq, təhlil, dəyərləndirmə, yaratmaq. Xatırlamaqda nə edirdik? Ancaq yadımıza salırdıq. Nələri? Faktları, məlumatları, verilənləri. Və biz burada nədən istifadə edirdik? Hafizədən. Çox vaxtı. Bax, bunlar, burada yazılanlar həmişə belə olur demək deyil. Çox vaxtı belə olur. Ona görə belə yazmışam ki, yəni yadınızda qalsın. Çox vaxtı buradakı yazılanlardan istifadə olunur. Bu mərhələlərin qarşılığında yazılanlar burada çox vaxtı bunlardan istifadə olunur deməkdir. Bu hissədə biliyin növləridir. Baxın, bu hissədə bilikdən danışılır. Bu hissədə biliyin növlərindən danışılır. Burada isə təfəkkürdən və hafizədən danışılır. Burada isə danışılır nədən? Təfəkkürdən. Təfəkkürün hansından əlaqəli olduğundan və biliyin hansından əlaqəli olduğundan danışılır. Mərhələlərin qarşılığında yazılanlar. Deməli, xatırlama mərhələsində nədir? Sadəcə yadımıza saldıq. Nələri? Faktları, məlumatları, hər hansı bir verilənləri. Və burada biz hansı bilimimizdən istifadə edirik? Faktoloji. Nəyə əsaslanır? Hafizəyə əsaslanır. Aydındır? Yadımıza salırıq. Heç nəyi dəyişdirmirik, olduğu kimi deyirik. Harada? Xatırlama mərhələsində. Mən deyək ki, şagirdlərə hər hansı bir sual verirəm. Şagird sualı olduğu kimi mənə qaytarıb deyirsə, bu xatırlama mərhələsidir. Keçdim ikinciyə. Mən şagirdə sual verdim. Şagird sualda öz sözlərindən istifadə edərək başladı mənə nə isə izah eləməyə. X bir sualdır. Hər öz fənninə aid bir sual verə bilər. Yəni öz fənninə aid bir beyində bir sual fikirləşə bilər. Fərqi yoxdur. Şagird verdiyiniz suala başlayır nə etməyə? İzah verməyə. Öz sözlərindən başlayır fikir bildirməyə. Və yaxud da verilənləri qruplaşdırmağa, ümumiləşdirməyə, oxşarlığını bildirməyə, fərqliliyi bildirməyə, seçməyə, ayırmağa və bunları hamısını beyində bir proses getdikdən sonra deyir sizə. İzah eləyir, belə deyək. İnterpretasiya edir, belə deyək. Bu mərhələ hansı mərhələdir? Olur anlama mərhələsi. Və bu anlama mərhələsi hansı bilimlə əlaqəli olur? Konseptual biliklə əlaqəli olur. Təfəkkür olaraq da hansıyla əlaqəli olur? Məntiqi təfəkkürlə əlaqəli olur. Çünki anlama mərhələsində şagird səbəb-nəticə əlaqələri quraşdıra bilir. Bir şeyin səbəbinin və nəticəsinin olduğunu görə bilir. Bu da oldu anlama mərhələsi. Gəldik tətbiq eləmə mərhələsinə. Mən şagirdə sual vermişdim, o birinci xatırlamışdı, sonra mənə izah eləmişdi. İndi verdiyim suala uyğun şagirdə nəsə bir tapşırıq verirəm. Şagird həmin tapşırığı yerinə yetirir. Yəni nə edir? Həyata keçirdir. Qısa desək tətbiq eləyir. Şagird nə edir? Veriləni həyata keçirdir. Yəni tətbiq eləməyə bacardı. Tətbiq eləməyə bacardısa, deməli o daha çox prosedural bilikdən istifadə edəcək. Amma həmişə yox. Yadınızda saxlayın, həmişə yox, çox vaxt. Və şagird hansı təfəkkürdən istifadə edir? Məntiqi təfəkkürdən istifadə eləmiş olur. Bu da üçüncü mərhələ. Gəlik dördüncüyə. Dördüncü mərhələdə şagird verilənlər içərisindən vacib olanı, vacib olmayanı seçir. Və yaxud müəllifin mövqeyini müəyyənləşdirə bilir məsələ ilə bağlı. Və yaxud da fikrini faktlarla bizə əsaslandırmağa bacarır. Faktlara əsaslanaraq fikrini bildirir bizə. Faktlara əsaslanır. Bu hansı mərhələ oldu? Təhlil eləmə mərhələsi oldu. Və təhlil eləməkdə hansı bilikdən istifadə elədik? Konseptual bilikdən istifadə elədik. Təfəkkür olaraq nədən istifadə elədik? Məntiqi təfəkkürdən istifadə eləmiş olduq. İndi biz burada dediyimiz xatırlamaq, anlamaq və tətbiq etmək aid oldu aşağı təfəkkür səviyyəsinə. Yəni burada şagird beynini çox da əziyyətə salmır. Neynir? Ancaq xatırlayır, ya başa düşür, ya tətbiq eləyir də. Elə çox böyük əziyyət çəkmir şagirdin beyni. Ona görə də bu adlanır nə? Aşağı təfəkkür səviyyəsi. Digərləri isə adlanır yuxarı təfəkkür. İndi deyəcəyik niyə? Təhlil dedik, indi keçək dəyərləndirmə mərhələsinə. Dəyərləndirməkdə nə var idi? Qiymət vermək var idi. Biz məsələyə nə edirdik? Qiymət verirdik. Məsələyə qiymət verəndə biz konseptual bilimimizdən daha çox istifadə etmiş olurduq. Və qiymət verdiyimizə görə biz burada obyektiv olmalıydıq, rasional düşünməliydik və bu zamanda tənqidi təfəkkürümüzdən istifadə etmiş olurduq. Deməli, dəyərləndirmək hansı təfəkkürlə işlənir ən çox? Tənqidi təfəkkürlə. Hansı biliklə işlənir? Konseptual biliklə işlənir. Və hansı təfəkkür səviyyəsinə aiddir? Yuxarı təfəkkür səviyyəsinə. Ona görə yuxarı təfəkkür ki, biz burada beynimizi daha çox əziyyətə salırıq. Daha çox beynimiz işləyir və daha çox əziyyət çəkir. Gəldik son olaraq yaratma mərhələsinə. Yaratma mərhələsində nə edirdik? Yeni bir şey yaradırdıq, yeni bir şey ortalığa qoyurduq. Və bu hansı təfəkkürlə əlaqəli olur? Yaradıcı təfəkkürlə əlaqəli olur. Və bu da hansı təfəkkür səviyyəsinə aiddir? Yuxarı təfəkkür səviyyəsinə aiddir. Belə. Bu da idrak taksonomiyasından bağlı mənim sizə deyəcəklərim. Əlavə nəsə qaldımı? Qoy bir dənə düşünüm. Yox, məncə yox. Çünki
nüansların hamısının içərisində dedim. Burada da son hissədə də ümumi olaraq danışdıq ki, nə demək istəyirdik? Yəni bu mərhələlər nə demək idi? İndi qısalaşdırıb bir dənə də lap qısalaşdırsaq deyək ki, şagirdə sual verirsiniz. Sinifdə müxtəlif təfəkkür səviyyəsinə malik şagirdlər olur. Yəni bütün uşaqlar bu səviyyələrdən belə deyək, olmurlar. Hər biri müxtəlif səviyyələrdə olur və bütün sinifdə deyək ki, biz yanaşma olaraq bəzi səhv yanaşmalar var ki, biz taksonomiyanın aşağı səviyyəsini yalnız 1-ci sinifdə reallaşdıra bilərik. Siniflər artdıqca səviyyələri də artırmalıyıq. Xeyr, yəni mərhələləri də artırmalıyıq. Xeyr, biz 1-ci sinifdə şagirdlərdə həm yaratmaqla bağlı suallar da verə bilərik, dəyərləndirməklə bağlı sual verə bilərik, təhlillə də bağlı sual verə bilərik. Yəni yanaşma o olmamalıdır ki, biz aşağı siniflərdə biz bunları, bu üçünü inkişaf elətdirməliyik, yuxarı sinifə keçəndə bunları inkişaf elətdirərik. Yanaşma heç vaxt bu olmamalıdır. Biz aşağı siniflərdə də, yuxarı siniflərdə də fərqi yoxdur. 1-ci sinifdən 11-ci sinifə qədər taksonomiyanın istənilən mərhələsini şagirdlərdə reallaşdırmalıyıq bir müəllim olaraq. Belə. Bu günləri mənim sizə danışacaqlarım bu qədər.